Ömrümün 30 ilini mən təsərrüfatla məşğul olmuşam. Hal-hazırda da məşğulam. Bu təsərrüfat elə bir idi ki, onun incəliyi, çox qərib incəlikləri var. O incəlikləri bilməlisən. Və pambıqçılıq da elə bir şey ki, yəni, o pambığın nazını oynamaqsan. O nə deyir, nə istəyir, nəsə onu dərhal onu o vaxtında verilməlidir. Vaxtında verilməsə də pambıqda müəyyən gerilənmələr olur. Və onlar o geriləmədə gəlib düşür sentinerin aşağı olması, məhsuldarlığın aşağı düşməsi. Yəni, bax budur. Mən fermerlərə də məsləhət edirəm və bugün də məsləhət edirəm ki, bütün agrotexniki qaydaları vaxtında olunsun. Əgər vaxtında olunmazsa, yəni ki, bu məhsuldarlığın aşağı düşməsidir. Aşağı düşməsi də bu hal-hazırda desək, bütün bu agrotexnik qaydaların bütün hamısının desək, o xərci 30-28 sentinerdir. Yəni bu 28 sentinerdən yuxarı ola ki, 45-50 sentiner olmalıdır ki, bu fermerdə nəsə özü üçün qazanc əldə etsin. Uşaq yaşlarımdan da mən gözümü açandan elə təsərrüfatla məşğul olmuşum. Bugün də yenə təsərrüfatla məşğulam. Çox sevərək mən bu təsərrüfatı məşğulum. Ümumilikdə bu il özünüz pambıq əkməyinizdən bildirəm. Özümün 10 hektardır bu ildə, 10 hektar pambığım var. 10 hektar pambığım var. Allaha şükür, hamısı öz yerində, öz qaydasındadır. Mən keçən illəri 45 sentiner məhsul götürmüşdüm. Bu illəri hədəfimiz, mənim hədəfim özümün bütün agrotexnik qaydaları rəayət olunaraq 50-55 sentiner pambığın götürülməsində, yəni özümüzə qarşımıza söz qoymuşum. Mən hal-hazırda da agronom işləyirəm. Bütün məsləhətlərimi, bütün fermerlərə bildiyimi, başardığımı məsləhət edib deyirəm və onlar bütün fermerlər də məsləhətindən çıxmırlar. Dərhal onu mən dedikdən sonra dərhal onu yerinə yetirirlər.